Xalq artisti Naspəri Dostəliyeva mərhum xalq artisti İlhamə Quliyeva ilə aralarında yaşanan qalmaqal barədə danışıb və mərhum müğənninin bacısının ona tacını bağışlamasını deyən sənətçi onu hörmət əlaməti olaraq qəbul etdiyini bildirib. Stat: İlhamə Quliyeva böyük sənətkar idi. İstəməzdim hər dəfə bu söhbət açılsın. Dünyasını dəyişdi, Allah rəhmət eləsin. Ona qarşı içimdə heç nə yoxdur. Taca gəlincə bacısı o tacı öz əlləri ilə, ürəklə özü hədiyyə verdi. Dedim ki, atamın sazı piyanomun üstündədir, anamın ləçəyi yatağımdadır, o da ödüllərimin içərisində olacaq. Simvolik bir yadigar kimi saxlayacağım. Çünki bacısı ürəklə gətirdi, onun üçün çox əzizdir. Böyüyə hörmət kimi aldım, sadəcə başıma taxmaq kimi şeylər bunlar mənlik deyil. Ödüllərimin içərisində xatirə kimi saxlayıram. Bu mənə İlhamə xanımla yaxşı, pis nə olub keçibsə xatırladır. Bu arada onu qeyd edək ki, İlhamə Quliyeva Naspəri Dostəliyevanı bir neçə dəfə məhkəməyə vermişdi və onların münasibətləri son illər xüsusilə gərginliyi ilə seçilirdi.